Məsələn, elementar bir tankı götürək. Tankı biraz böyüdürük və tankın arxa hissəsinə baxırıq. Tankın arxa hissəsində zireh həddən artıq zəifdir. Əgər ön hissəsindəki zireh 400 mm qədər varsa və üstündə onun dinamik müdafiəsi də varsa, öndən ona zərbə endirib onu məhv etmək həddən artıq çətindir. Amma tankın arxa hissəsində faktiki olaraq zireh yoxdur və onun mühərrik transmissiya hissəsi, hətta güllənin ön üstü, haradakı maksimum 30-35 mm, 40 mm maksimum müdafiəsi var, onu vurmaq 2 vırkidir. Eləcə də tankın bortları maksimum 70-80 mm zirehdir. Düz onun qarşısında fayırıcı bortlar, dinamik müdafiə, barmaqlıqlar var, amma bütün bunların da hamısı onu kömək eləməyə çox böyük çətinlik çəkir. Deməli, tank getdi.